Aylıq hardasa 500-600 belə xərcim çıxır. Bəli, tələbə təqaüdü alıram. Məndə əlaçı təqaüdüdür. Onda yəni hamısı gedir hər ay. Demək olar ki, mənə çatır, hardasa çatır, amma əlbəttə ki, özüm də işləyirəm. Tək təqaüdə qalsa əlbəttə ki, çatmaz. Məncə təqaüdlər yetəri qədər kifayə etmədiyini tam olaraq düşünürəm. Yəni nəqliyyat problemi. Məsələn, mənim özüm üçün o qədər problem olmasa, bəzi insanlar var ki, tanıyıram yaxınlarımdan, nəqliyyat üçün 2-3 dəfə nəqliyyat istifadə edirlər. Bu da bildiyimiz kimi son zamanlarda qalxdı və problemlər gətirə bilər. Belə tam olaraq bəziləri də var ki, həm kirayədə qalırlar, xüsusilə onların çatdırılması prosesi var. Məncə, bəli, biraz artsa daha yaxşı ola bilər deyə düşünürəm. Aylıq nə qədər xərcləyirsiniz? Stipendiyanız kifayət edir buna? Aylıq xərcim desəm 300-400 manatdan çox olur. Bu mənim stipendiyam heç cür qarşılamır. Ona görə də əlavə işləyirəm. Həm işləyib, həm oxuyub çatdıra bilmirəm. Çətinlik törədir. Stipendiyalar düzdür qaldırıblar. Stipendiyalar qaldıran kimi avtomatikdə yol pulu qalxdığına görə, ərzaq qiymətləri qalxdığına görə yenə mənim üçün sərfəli olmur. Buna görə də düşünürəm ki, stipendiyalarımızı biraz daha qaldırsalar və yaxud da ki, gündəlik yaşayış xərclərimizin biraz azaltsalar, yol pulunu falan daha sərfəli olar.